Salam dostlar. Bugünkü dərsimiz C Sharp'da funksiyalar haqqında olacaq. Deməli, funksiyalar ümumi proqramlaşdırmanın əsas konseptlərindən biridir. Yəni, olmazsa olmazlarından biridir. Bunun da dediyimiz kimi qaynağı həmişə biz nədən nümunə götürürük? Real həyatımızdan biz nümunə götürürük. Funksiyaların var olma səbəbi bu riyaziyyatda da istifadə olunur. Orada da eyni məqsəd daşıyır və proqramlaşdırmada da istifadə olunur. Yəni, real həyatda funksiyaların qarşılığı nədir? Funksiyaların qarşılığı nədir? Bizim gördüyümüz işlər, görülən işlər, biz görülən işlərə biz funksionallıq deyirik, görülən işlərin icra olunması deyirik. Bunu belə fikirləşə bilərsiniz ki, əgər siz böyük bir iş görmək istəyirsinizsə, böyük bir nəticə əldə etmək istəyirsinizsə, siz bunu nə edirsiniz? Birbaşa bir dəfəyə həll eləmirsiniz. Nə edirsiniz? Bunu hissələrə parçalayırsınız. Yəni, mən məsələn, əgər məsələn, dərs demək deyə bir işdən danışırıqsa, dərs demək deyə bir işdən danışırıq. Bunun üçün hansı işlər görülməlidir? Deməli, bir video hazırlanmalıdır, dərsin mövzusu araşdırılmalıdır, hansı mövzular tədris olunacaq, onlar müəyyən olunmalıdır. Ondan sonra gəlib kompüter açmalıyam, recording eləməliyəm və s. və s. və s. Bu kimi bir çox xırda işdən ibarətdir. Eləmi? Və biz bunu normal həyatda belə daha rahat başa düşmək üçün belə fikirləşə bilərsiniz ki, bir departament fikirləşin və bu departamentdə vəzifəli şəxslər var. Məsələn, deyək ki, auditə baxan və ya deyək ki, mühasibatlığa baxan bir insan var. Bu mühasibatlığa baxan bir insanın müəyyən vəzifələri var. Nə? Maaşların hesablanması, ondan sonra vergilərin hesablanması, DSMF-nin hesablanması, ondan sonra raportların göndərilməsi, vergilərin ödənilməsi və s. Bu kimi vəzifələri var. Bunlar ayrı-ayrı işlərdir. Və biz bu işləri, məsələn, siz hər hansı vakansiyaya baxsaz, bunları görə bilərsiniz. Bunlar bir, necə deyərlər, iş qoludur, yəni görülməli olan vəzifələrdir və biz bunları nə vaxt, məsələn, deyək ki, əgər deyək ki, DSMF-nin ödənmə tarixi gəlməyibsə, bu mühasib o işi icra eləmir, amma o işi icra eləmə qabiliyyəti var, o vəzifəsi var. Ta ki, o işi icra eləmək üçün ehtiyac duyulan vaxt yetişdiyi zaman o işi icra edir. Bu, real həyatda bizim funksiyaların istifadəsi. Bəs indi biz bunu proqramlaşdırma dilində necə istifadə edə bilərik? Necə istifadə edə bilərik və bunu C Sharp dilində biz necə istifadə eləməliyik? Funksiyalar haqqında danışanda, belə bir ümumi vəzifələrinə baxsaq, C Sharp functions'a baxsaq, bunlar haqqında məlumatlar. Birinci, yenə deyim, elə yer gəlmişkən deyim, C Sharp haqqında oxuyanda siz şeylərdən, hansı qaynaqlardan istifadə eləməli olduğunuzu da burada göstərim. Mən daha çox .NET-in öz dokumentasiyasından istifadə edirəm Microsoft-un. Çünki buradakı izahatlar çox daha geniş, çox daha geniş izahat verilir və bunlardan biz istifadə edə bilərsiniz. Amma bunu kitab kimi oxumaq yox, kitab kimi oxumaq düzgün deyil. Sadəcə ədəbiyyat olaraq əlinizin altında saxlamalısınız ki, o mövzunu oradan araşdırıb tapa biləsiniz. İndi biz ümumi metodlar haqqında, C Sharp'da metodlar haqqında danışanda bunların sintaksını, necə olduğunu, necə yazıldığını biz bilməliyik. Deməli, mən burada hər hansı bir metoddan danışıramsa, biz C Sharp haqqında danışanda dedik ki, bu müəyyən işlər görülür. Məsələn, mən toplama əməliyyatı yerinə yetirmək istəyirəm. Deyirəm ki, məsələn, public int, hələ ki, və ya int deyirəm bura, int a bərabərdir 5. Ondan sonra, bir dəqiqə şey dəyişdim. Int a bərabərdir 5, int b bərabərdir 7. Ondan sonra int c bərabər 9 və burada məsələn deyirəm ki, int c-yə deyirəm ki, a plus b. Müəyyən işi icra edirəm. Ondan sonra deyirəm ki, console write line, bunu C-ni mən burada ekrana çap edirəm. Bunu ekrana çap elədik.
Düzdürmü? Mən bunu run elədiyim zaman bu mənə C-nin nəticəsini verəcək. Bu gördüyünüz kimi burada yazılan iş, görülən işlər 3 sətir, mən 4 sətir kod yazmışam burada, diqqət edirsinizsə. 4 sətir expression yazmışam. Yəni birinci A-nın A dəyişəninin təyin olunması, B-nin təyin olunması, C-nin təyin olunması və müəyyən işlərin görülməsi və bunun ekrana çap olunması. Düzdürmü? Burada 4 dənə iş görmüşəm və bu 4 dənə görülən işin, 4 dənə əmrin ortaq bir xüsusiyyəti var. Ortaq xüsusiyyət nədir? Bu ortaq xüsusiyyət nədir ki, bunlar hamısı toplama əməliyyatı ilə əlaqədardır. Yəni, iki ədədin toplanılması ilə əlaqədar olan bir işdir. İndi mən proqramçı olaraq deyirəm ki, əgər bu 4 dənə əmr bir yerdə istifadə olunursa, bir amala xidmət edirsə, mən bunları kompaktlaşdırmaq istəyirəm. Deyəm, mən bunu kompaktlaşdırıram necə? Deyirəm ki, mən bunları götürüb, xüsusi sintaks var, mötərizələr var, bunu yerləşdirdim bura. Və bunu bir paket halına gətirdim. Bu proses nədir? Bu prosesi siz belə başa düşə bilərsiniz. Deməli, böyük bir proqram fikirləşin. Böyük bir dənə proqram fikirləşin. Mən bunun içərisində xırda bir dənə qutu yaratdım. Bir paket yaratdım. Və bu paketin içərisinə, hətta bir dəqiqə, üzr istəyirəm, belə bir şey eləyək. Bir dənə paket yaratdım proqramın içərisində. Və buradakı kodları götürdüm, bu paketin içərisinə əlavə elədim. Bu əlavə eləmə prosesini də mən burada bu mötərizələrlə həll edim. Yəni, bu blokun içərisinə əlavə eləmiş oldum. Və indi, bəs mən bu bir qutunun içərisinə qoydum. Real həyatda da biz nə edirik? Bir qutunun içərisinə nəsə yerləşdirmişiksə, ilk işimiz buna ad verməkdir. Yəni, bu nə iş görür? Yəni, bunun içərisində nə var? Onun haqqında mən bir adlandırma eləməliyəm. Yəni, bu eyni məqsədli kodları yerləşdirdim bir qutunun içərisinə. İndi buna gedib dədə-qorqudluq eləyib ad verməliyəm. Bunu da necə deyəcəm? Gələcəm buna deyəcəm ki, ad verəcəm, deyəcəm ki, Sam adında bir şey verəcəm. Və bu şəkildə adlandırma verəcəm. İndi bu şəkildə adlandırma verdikdən sonra, mən bunu böyüdüm biraz, bu şəkildə adlandırma verdim. Və indi mən buna ad verdikdən sonra C# bir şeydir, compiler bir dildir. C# mənə deyir ki, tamam, bir iş görmüsənsə, mənə bildirməlisən ki, mən bunun yaddaşda yerini müəyyən eləməliyəm. Bu yaddaşda necə tutacaq? Nədir bu? Mən nə qədər yer tutacaq? Dolayısıyla mən indi buna müəyyən eləməliyəm ki, deməliyəm ki, bunun istifadəsinin bu iş icra olunduqdan sonra ortaya nə çıxacaq? Burada da iki nəticə ola bilər. Ya heç bir nəticə ortaya çıxmaz, void deyə bilərəm. Bu nə deməkdir? Void nə deməkdir? Mən bu işi icra edirəm və bu işin icrasının nəticəsində hər hansı bir dəyər istehsal olunmur. Və bunu gəldim, mən bu şəkildə təyin elədim. İndi birazdan bunun növləri haqqında danışacaq. İndi mən gəldim, bunu hal-hazırda mən bu kodları yazdım və icra elədim. Gördüyünüz kimi heç bir nəticə çıxmır ekrana. Sadəcə nə çıxdı? Console log bu çıxdı. Düzdürmü? Bu çıxdı. Niyə? Səbəbi nədir? Çünki mən o kodları bir paketin içərisinə qoymuşam. Ümumi proqramın içərisində vəzifəmi təyin eləmişəm. Demişəm ki, toplama vəzifəsi deyə bir şey var və bu vəzifənin daxilində olan əmrlər də bunlar. Bunu demişəm. İndi mən nə vaxt ki, mənim ehtiyacım olacaq ki, bu iki ədədi toplayım, onda mən bunu icra eləməliyəm. Yəni, o qutunun içərisini açıb, onun içərisindəki əmrlərin icra olunmasını istəməliyəm. Bunu eləmək üçün də eləyəcəyimiz şey çox bəsitdir. Gəlib bura Samı yazacaq. Bu avtomatik olaraq eləyəcək nə? Mən bunu yazdığım zaman gələcək bunu içərisindəki kodları icra eləyəcək. Nəticədə mən 12-ni əldə eləyəcəm. Baxın, buna biz function'ın declaration'ı deyirik. Yəni, function'ı təyin eləmə deyirik. Burada isə o function'ı icra eləmə deyirik. Yəni, artıq mən bunu bir neçə dəfə icra eləyə bilərəm.
Gördüyünüz kimi istədiyim qədər. Bu mənə ikinci bir müsbət cəhəti nədir? Normalda mən bunu funksiya olmadan yazsaydım, kod təkrarına yol verəcəkdim. Amma nə edirəm? Bir dəfə təyin edirəm, ondan sonra istədiyim qədər bundan istifadə edirəm. Bunun əslində C-dəki qarşılığı da necə deyərlər, riyaziyyatda qarşılığı da var. Bunu bundan başa düşə bilərsiniz. F bərabərdir, funksiya bərabərdir, nə bilim, A üstəgəl, 5 üstəgəl, 6 və ya X üstəgəl Y və normalda biz bunu C-də yazanda necə yazırıq? Riyaziyyatda yazanda belə yazırıq. X üstəgəl Y kimi yazırıq. Bu riyaziyyatdakı funksiyalar. İndi onun qarşılığı əslində C-Sharp'da budur. İndi burada deməli funksiyalar haqqında danışanda iki mövzu bizim üçün önəmlidir. İki mövzu bizim üçün önəmlidir. Nə? Birinci, bu funksiya icra olunacaq. Okey. İcra olunacaq və burada bu icra olunacaq funksiyanın nəticəsində iki ehtimal var. Bir, mən o funksiyanın nəticəsində hər hansı bir dəyər istehsal eləyəcəm ki, fərqli başqa yerlərdə istifadə oluna bilsin. Okey. Amma bir də var ki, mən deyim ki, burada başqa yerdə istifadə olunmağa ehtiyac yoxdur. Sadəcə müəyyən işləri icra eləsin. Bizim məsələn nümunəmizdə, baxın, int A bərabər 5 yazmışam, int B bərabər 7 yazmışam, int C bərabərdir A üstəgəl B və ondan sonra demişəm ki, console write line C. Yəni bunları hesabla, ekrana çap elə. That's all. Yəni və burada mən belə olan halda biz fərqli, əgər mən burada gəlsəm desəm ki, bunun nəticəsində ekranda çap olundu, 12 çap olundu, eləmi? Amma mən o əldə olunan, istehsal olunan dəyər, 12 dəyərini burada istifadə eləmək istəsəm, desəm ki, məsələn, sum funksiyasının nəticəsi nədirsə, onu 2-yə böl, istifadə elə ondan. Məsələn, mən belə eləmək istəsəm, console write line desəm ki, sum'ın nəticəsi nədirsə, hətta belə deyim, burada deyim, deyək ki, gələk bura, məsələn, deyək ki, var A bərabər, X bərabərdir, sum deyirəm buna, var X bərabərdir, sum deyirəm və ondan sonra deyirəm ki, bu X-i ekrana ver. Və burada deyirəm ki, bunun nəticəsi nədirsə, bu işin nəticəsi, onu bir dəyərə mənimsə, dəyişənə mənimsə, ondan sonra dəyişəni mənə ver. Gəlin bunu run eləyək. Bu mənə deyir ki, compile oluna bilmir. Niyə compile oluna bilmir? Səbəbi nədir? Deyir ki, baxın, burada mənə bunun aşağısında bunun errorunu göstərir. Deyir ki, sənin funksiyanın növü elədir ki, sənin funksiyan heç bir nəticə istehsal eləmir. Dolayısıyla o istehsal eləmədiyi üçün və olmayan mən bir dəyəri x-ə mənimsə də bilmərəm. Dolayısıyla bu mənə gətirir, error verir. Deyir ki, sən bunu eləyə bilməzsən. Ona görə indi amma mən gəlsəm desəm ki, əgər bir nəticə istehsal eləmək istəyirəmsə və bu istehsal elədiyin nəticəni funksiyadan başqa yerlərdə istifadə eləmək istəyirəmsə, mən belə yazacağam. Return C deyəcəm və bundan deyəcəm ki, və ondan sonra mən burada return C dedim. Burada baxırsa altdan mənə qırmızı xətt göstərir. Səbəbi də nədir? Mən funksiyanı təyin edəndə öncədən deməliyəm ki, mənim bu funksiyam icra olunduğu zaman nəticəsində bir dənə int tipində bir dəyər istehsal eləyəcək. Dolayısıyla mən gəlirəm, deyirəm ki, mənim bu funksiyam icra olunduğu zaman nəticədə int dəyərində bir dəyər istehsal eləyəcək. Və indi mən bunu run elədiyim zaman, buna baxın, bu mənə 12-ni verdi. Və sadəcə bunu yazdığım zaman, məsələn, baxın, sum, bunu verdiyim zaman heç bir nəticə ekranda görməyəcəm. Bunun səbəbi nədir? Çünki mən burada demişəm ki, sadəcə bu dəyəri, C dəyərini istehsal et. Və deməmişəm ki, bunu ekranda göstər. Ekranda göstərmək üçün bizim istifadə edədiyimiz funksiya hansı idi? Console write line. Yəni, mən bunu əgər bu şəkildə desəm ki, bu sum'ın istehsal elədiyi dəyəri ekrana çap elə, o mənə bu şəkildə göstərəcək. Nəticəni göstərəcək.
Gördüyünüz kimi. Və indi bunun bir balaca şəkil olaraq çəkilməsini istəyiriksə, tam rahat başa düşmək üçün belə bir şey fikirləşə düşünə bilərsiniz. Deməli, bayaqki mən qutunu yazdım. Bu mənim proqramım. Burada bu sum funksiyasının işlərini, icra elədiyi işləri mən burada eləmişəm. Gətirdim bura. Və ondan sonra indi mən burada müəyyən işlər görülür. C əldə olundu. Məsələn, 12 dəyəri əldə olundu. Normalda void, əgər burada void metod yazmışamsa, mən buradakı C dəyərini və ya hər hansı bir dəyər, yəni bu funksiyanın nəticəsini icra olunduqdan sonra buradakı dəyəri bu qutunun içərisindən çıxarıb burada istifadə edə bilmirəm. Yəni proqramın geri qalanında, rest of program deyək, geri qalanında mən bunu istifadə edə bilmirəm. Amma mən bura return yazanda, return ifadəsi keyword-ü JavaScript, C#-ın xüsusi keywordlərindəndir və bunun vəzifəsi odur ki, biz bir funksiya daxilində əgər dəyər istehsal etmək istəyirsə, bu return-ü yazırıq. Və bu return-ün qaydalarından biri odur ki, bir funksiyada sadəcə bir return ola bilər, bir return dəyər ola bilər. Və bu return elədikdən sonraki sətirlər, məsələn, mən gəlsəm burada desəm ki, console write line C desəm, bu funksiya, bu nəticə icra olunmayacaq. Normalda mən əgər normal bayaqki kimi fikirləşsəydim, burada düşünərdim ki, yəqin ki, burada 12 görünəcək. Niyə? Çünki mən console write line C yazmışam, ekranda çap olunsun deyə. Amma return dəyəri deyir ki, məndən sonra gələn heç bir sətir icra olunmayacaq. Səbəb də nədir? Məntiqli səbəb olaraq fikirləşsək, return-ü mən nə üçün istifadə edirəm? Nəticəni ortaya çıxarmaq üçün. Yəni, artıq işimi görmüşəm, nəticəni deyirəm ki, mən burada bu işi gördüm, bu əldə olundu və işim bitdi. Dolayısıyla, əgər mənim işim bitibsə, sonraki əmrləri icra eləmək məntiqsiz görünür. Ondan sonra mən bunu istifadə edəndə, mən burada return C dedim. Mən bura byte yaza bilərdimmi? Başqa data tip yaza bilərdimmi? Yaza bilərdim. Amma burada nə var problem olacaq? Çünki mənim burada istehsal edədiyim dəyər nədir? Bunun tipi nədir? Fikir versəz, buradan baxsaq, gördünüz ki, bunun dəyəri nədir? Intdir. Görürsünüz? Və bu int dəyəridirsə, mən buna ancaq int nəticə əldə edə bilərəm. Və bura başqa nə yaza bilərəm mən? Int üçün. Mən bura intdən balaca, məsələn, burada byte olsa, məsələn, deyək ki, bunu byte olaraq versəm, byte, burada byte dedim. Ondan sonra burada byte dedim. Və indi burada bir dənə şey yaranacaq. A üstə gəl B. Bu icazə vermir. C# icazə vermir buna. Niyə icazə vermir? Çünki byte ilə byte'ın toplanması hər zaman byte olmaya bilər. Byte bilirik ki, 1 ilə 256 arasındakı bir dəyərdir. 255 dəyəridir. Mən buraya 255 yazsam, buraya 255 yazsam, bu ikisinin toplamı byte'ın sərhədlərinin xaricində çıxacaq. Düzdürmü? Byte nə qədər idi? 1 ilə 256 arasındakı bir dəyər idi. Dolayısıyla bu iki ədədin toplanması heç vaxt, 2 dənə byte'ın toplanması heç vaxt byte eləyə bilməz. Yəni, çoxda ki, bunun nəticəsi 12-dir. Amma bu konsepsiyalara görə bu int bundan daha çox geniş bir şey verə bilər. Məsələn, mən buraya int yaza bilərəm. Int yazsam problem olmaz. Və əgər mən burada nəticə olaraq int return eləmişəmsə, bunu mən bu byte olaraq verə bilərəm. Amma nə edə bilərəm? Deyə bilərəm ki, C convert to, bunu mən çevirə bilərəm başqa bir dənə dəyərə. Yəni ki, byte-a çevirə bilərəm. Convert to byte. Convert to byte. Bir dəqiqə bunun komandası nə idi? C nöqtə, bir dəqiqə, convert to, bir dəqiqə. Convert to, burada deyək ki, byte. Bunu byte-a çevirir. Bu mənə bunu çevirəcək, byte-a çevirib mən buradan verə bilərəm. Amma hal-hazırda ona ehtiyac yoxdur. İndi mən əgər, belə deyək, burada istifadə eləyəndə, bu dəyişənlər üçün də keçərlidir, funksiyalar üçün də keçərlidir. Əgər mən burada nə istehsal olunacağını bilmirəmsə,
nə istehsal olunacağını bilmirəmsə, mən bunu fərqli şəkildə, məsələn, bura əgər fərqli nəticələr istehsal olunması gözlənilənsə, məsələn, string kimi, int kimi, double kimi və s. mən bura bunu belə yaza bilərəm. Deyə bilərəm ki, dynamic deyə bilərəm. Dynamic deyə bir tip verə bilərəm. Bu artıq əgər mən bura dynamic yazmışamsa, bu istənilən şeyi return edə bilər. C.toString desəm, məsələn, bunu məsələn normalda mən nə return edəcək? Bu stringdir artıq. String də return edəcək. Amma dynamic istifadəsi çox da elə müsbət bir davranış deyil. Hər zaman istifadə eləmək düzgün deyil. Çünki bizə rahatlıq təmin edir, düzdür. Amma sonradan onun handle olunması, yəni onun necə istifadə olunması biraz qarışıqlıq yarada bilər. Bunu elədik. Yəni amma əgər hər hansı bir şey istehsal eləməyəcəksə, biz buna nə verməliyik? Void verməliyik. Void verdik və bundan istifadə elədik. Bu artıq deyir ki, bu hər hansı bir nəticə və void verəndə də mən buraya return yazsam, return C yazsam, bu mənə error verəcək. Deyəcək ki, sən bir dəyər istehsal edirsən, amma sənin funksiyanın təyinatı voiddir. Yəni, hər hansı bir dəyər istehsal eləmir. Ona görə mən gəldim bura, deyək ki, int qoyaq bura. Və ondan sonra burada diqqət edirsə, funksiyalar bir vəzifədir. Düzdürmü? Bunu bir aparat kimi fikirləşə bilərsiniz. Funksiyaları bir aparat kimi fikirləşə bilərsiniz ki, o aparatların vəzifəsi onların içərisindən daxil olan, əlavə olunan məlumatlar hər nədirsə, məsələn, kofe aparatını fikirləşsəz, onun daxilinə əlavə olunan bir dəyərlər üzərində müəyyən əməliyyatlar aparmaqdır. Düzdürmü? Amma biz burada nə etmişik? Bizim hal-hazırdakı sum funksiyamız sadəcə nə edir? 5 ilə 6-nı toplayır, 5 ilə 7-ni toplayır. Mən bunları dəyişdirmək üçün, məsələn, 8 ilə 9-u dəyişdirmək istəyirəm, 8 ilə 9-un nəticəsini əldə eləmək istəyirəmsə, nə yazacam? Gələcəm, burada bunu 8 ilə 9 eləyəcəm, 8, 9 eləyəcəm. Və bu, ümumi funksiya təyinatında düzgün yanaşma deyil. Əgər biz burada funksiya yazanda, burada bu funksiyanın adıdır function name'dir, bir də function body deyilən hissə var. Bu function, bu bəzəkli mötərizələrin içərisində yazılan kodlara biz bundan sonra function body deyəcəyik. İndi funksiyalar yazanda belə bir qayda var. Əgər mən bir funksiya yazıramsa və funksiyanın fərqli nəticə əldə eləməsini, yəni məsələn, bir dəfə 5 ilə 7-ni toplamaq istəyirəm, bir dəfə 8 ilə 9-u toplamaq istəyirəm. Əgər nəticəni fərqli eləmək üçün gedib mən function'ın body'sini dəyişdirirəmsə, bu düzgün məntiqli yanaşma deyil. Bu real həyatda da belədir. Təsəvvür edin ki, siz gedib bir kofe aparatı almışsınız. Satın almışsınız bir kofe aparatını. Kofe aparatında satın alanda avtomatik olaraq içində, nə bilim, deyək ki, 250 ml su və deyək ki, 30 qram da kofe verilir içində. Və bu nə edir? Bir dəfə istifadə elədiniz, bu ancaq bir stakan, bir çaşka kofeni istehsal elədi və başqa heç nə eləmir. Siz o aparatı satın almazsınız. Niyə? Çünki əgər bu bir dəfə bir iş görəcəksə, mənim nəyimə lazımdır? Dolayısıyla funksiyaları da bu şəkildə düşünə bilərsiniz. İndi C# deyir ki, mən bu problemi aradan qaldırmaq üçün 2 dənə konsept gətirirəm. Deyirəm ki, parametr və arqument deyə 2 dənə yanaşma gətirirəm. Nə edirəm? Deyir ki, mən bunları belə fikirləşim. Bu funksiyanı belə beyninizdə canlandıra bilərsiniz. Bu funksiyadır. Funksiya burada bu aparatın içərisidir, funksiyanın içərisidir, body'sidir. Mən burada 2 dənə qab yerləşdirirəm, deyək ki, belə. 2 dənə hər hansı bir iş icra olunması üçün. Bir də bu funksiyanın çölündə 2 dənə belə qıf qoyuram. Hal-hazır ki, bu nümunəyə görə. Deyirəm ki, və bunun içərisində yaradıram nə? Deyirəm ki, bir dənə C adında qab yaradıram. Eləmi? Deyirəm ki, buradan əlavə olunan məlumatlar gəlsin bura, toplansın. Bunun içərisində dolsun. Bunun içərisində də olsun və funksiyada bunu icra eləsin, mənə nəticəni versin. İndi bu mənim üçün C-dir. Buradan göstərim. Bu mənim üçün C-dir. Baxın.
Və indi buranı da bu artıq mən elə bu diqqət edirsinizsə buradakı qutuları mən funksiyanın çölünə qoymuşam. Yəni funksiyanın bodysinin çölünə qoymuşam. Bunu biz yazanda necə edəcəyik? Gələcək bunları siləcəyik buradan. Artıq fərqli bir yanaşma eləyəcəyik. Deyəcəyik ki byte tipində A, byte tipində B. Və bu artıq mənim üçün real bir kofe aparatı olacaq. Və mən bundan istifadə eləyəndə, deməli bir dənə qurğu qurmuşam, bir dənə aparat düzəltmişəm. Deyirəm ki, bu aparatın içərisinə 2 dənə dəyər daxil eləmək üçün yer var, hansı ki biz bunlara parametr deyəcəyik. Və bu parametrlərə biz dəyər veririk. O parametrə hansı dəyəri vermiş isə, mənim funksiyam onları götürüb bu şəkildə bu əməliyyat, bu prosesdən keçirir. Yəni bunun da şəklini belə çəkə bilərik. Bayaqki kimi. Deməli, burada 2 dənə qıf qoyduq bura. Bu 1, bu da 2. Və buna A dedim mən. Buna A dedim. A. Buna da B dedim. Yəni, bu funksiyaya məlumat daxil eləyəcək hissəyə birinə A dedim, birinə B. Və içəridə bir dənə belə C adında bir qutu yaratdım bu şəkildə. C adında bir qutu yaratdım. Və bu qutunu və belə bir qərar verdim. Dedim ki, mən burada toplama əməliyyatı yerinə yetirirəm. Deyirəm ki, buradakı məlumatları, buradan çöldən nə məlumat gəlirsə, mənim üçün fərqi yoxdur. O məlumatı götürürəm, bunun içərisinə əlavə edirəm, bunu da bunun içərisinə əlavə edirəm. Toplama əməliyyatı aparıram və nəticəni C olaraq istehsal edirəm burada. Belə bir aparat yaradım. Artıq bu mənim aparatımın işi nədir? Buradan hansı məlumat daxil olunursa olunsun, onu ekrana, onu istehsal etməkdir, toplamaq. Dolayısıyla bunu istifadə eləmək üçün də mən nə edəcəm? Təbii ki, gələcəm bir. Hələ ki bunu console logla, console write line ilə eləyək, return eləməyək. Console write line eləyək, rahat görə bilmək üçün. C deyirəm bura. Və buradan gəldim, buna void dedim. Bu şəkildə. Gəlirəm bura deyirəm ki, indi mən bunu artıq icra eləmək istəyirəm. Gəlirəm bura deyirəm ki, sum. Bu avtomatik, hətta bura diqqət eləsəz, bu hissəyə diqqət eləsəz, deyir ki, siz belə bir funksiya təyin eləmişsiniz. Baxın, bu hissəyə diqqət edin, zəhmət olmasa. Byte A, byte B. Deyir ki, siz bu funksiyanı, əgər bu aparatı işlətmək istəyirsinizsə, zəhmət olmasa 2 dənə dəyər daxil edin. Nə? Byte tipində bir A daxil edin, byte tipində bir dənə B daxil edin. Mən gəldim bura 45, bura dedim ki, 23 daxil elədim. Və artıq mən o yaratdığım qurğunu başladım istifadə eləməyə. Və bunu istifadə elədiyim zaman da gördüyünüz kimi bu şəkildə mən nəticə əldə eləmiş oldum. İndi bu artıq burada müəyyən C-Sharp-da qayda var. C-Sharp deyir ki, sən əgər buradan bir dəyər daxil eləmişsənsə, neçə dənə parametr vermişsənsə, bir də bunların adına biz bundan sonra A ilə B-nin adına A və B və B-yə parametr deyəcək. Və bunun üçün daxil olunan dəyərlər 45 və 23 isə biz bundan sonra deyəcəyik argument. Yəni, biri funksiya təyin olunarkən verilən adlardır, o qıflara verilən adlardır. O 45 və 23 isə argumentlər isə ora daxil olunan məlumatlardır. Bu şəkildə mən bundan istifadə edəcəm. Və deyir ki, C-Sharp, əgər neçə dənə parametr daxil eləmişsənsə, bir o qədər də argument daxil eləməlisən. Mən məsələn bunu silsəm və run eləsəm, bu mənə error verəcək. Errorun səbəbi də nədir? Gəlin buradan baxaq. Errorun səbəbi nədir ki, sən 2 dənə parametr təyin eləmişsən və amma bir dənə argument daxil eləmişsən bura. Bu əslində normal konseptlərə də uyğun deyil. Məsələn, mən əgər kofe aparatı düzəltmişəm, kofe aparatının 2 dənə girişi var. Bir dənə kofe girişi var, bir dənə su girişi var. Mən sadəcə kofeni töksəm, su tökməsəm, təbii olaraq bu mənə istədiyim nəticəni verməyəcək.
Dolayısıyla mən əgər istədiyim nəticəni əldə etmək istəyirəmsə, nə tələb olunursa onu eləməliyəm. Dolayısıyla və mən bura istənilən qədər parametr verə bilərəm say olaraq və istənilən tipdə parametr verə bilərəm. Bu da problem deyil. Mən bunu istədiyim şəkildə verə bilərəm. 12. Bu şəkildə mən istifadə edə bilərəm. Və indi bundan əlavə də məsələn mən gəldim, deyək ki, indi ikinci bir dənə və elə ilkin başdan mən funksiyalarla işləyəndə dediyimiz kimi funksiyalar bir vəzifədir. Yəni bizim real həyatdakı vəzifə. Dolayısıyla mən funksiyalara ad verəndə xüsusi bir fikirləşməliyəm. Yəni ki, adlandırma üsulu fikirləşməliyəm. Və elə bir ad verməliyəm ki, o verdiyim ad o funksiyada nə iş görəcəyi haqqında mənə məlumat versin. Gəlirəm, deyirəm ki, məsələn, mən indi deyirəm ki, show full name. Belə bir ad verirəm. Baxın. Və bura deyirəm ki, string name və string surname. Verdi. Və bunu yazdım bu şəkildə. Və indi burada diqqət edirsinizsə, mən buna ad verəndə show full name, sanki fail istifadə elədim. Yəni, əmr cümləsi bütün adı göstər. Belə bir əmr verdim. Amma dəyişənlərdə belə ad vermirdim. Çünki dəyişənlərdə ad verərkən belə ad verməyə ehtiyac yoxdur. Funksiya müəyyən bir işi icra elədiyinə görə mən bundan istifadə edəcəm. İndi gəlirəm, mən burada ekranda göstərmək istəyirəm nəyi? Console write line və adla soyadı birləşdirib göstərmək istəyirəm. O necə olacaq? Name üstə gəl. Mən burada arada boşluq buraxmaq üçün stringləri birləşdirirəm, concatenate edirəm. Data tiplər mövzusundan, operatorlar mövzusundan baxsaq, biz bundan, burada mən nə eləmiş oldum? Name nədir? Stringdir. Dırnaq içərisində tree nədir? Stringdir. Surname nədir? Stringdir. Bu nə eləyəcək? Bunları mənim üçün birləşdirəcək. Gələk bunu indi istifadə edək. Gəlirəm, deyirəm ki, show full name. Show full name. Burada deyirəm ki, məsələn, Samir Əhmədov. Əhmədov dedim. Bu mənim üçün nə eləyəcək? Bunları birləşdirib mənə verəcək. Gördüyünüz kimi. İndi burada başqa bir məsələ var. Deyək ki, Əhmədov familiyasında bir ailədir. 5 üzvü var. Ana var, ata var və 3 dənə də oğul var. Eləmi? Atanın familiyası Əhmədovdur, uşaqların familiyası Əhmədovdur, amma ananın familiyası Əhmədov. Mən bunu məsələn ekrana vermək istəyirəmsə, deyək ki, Məmməd Əhmədov deyirəm. Burada Aidə Əhmədova deyirəm. Və deyək ki, Çingiz Əhmədov deyirəm. Bu mənə bunları verəcək. Ekranda hamısını çap edəcək. Amma indi baxın, burada müəyyən təkrar var. Bu 3 dənə, 4 dənə çapdan sonra bir dənəsində fərqli geri qalanlar eynidir. İndi C# deyir ki, belə olan durumlarda mən belə fikirləşirəm. Deyirəm ki, bu surname əgər adətən, məsələn deyək ki, Əhmədovdursa, mən bunu belə edeyim. Deyirəm ki, Əhmədov. Və ondan sonra deyirəm ki, əgər deyirəm buna belə yazmaqla, deyirəm ki, heç bir dəyər arqument daxil olunmayıbsa, surname'i Əhmədov olaraq götür. Əhmədov olaraq götür və bunun yerinə belə olan halda mən bura parametr vermək zorunda deyiləm. Baxın. Belə bir parametr vermək zorunda deyiləm. Bunu gətirim. Bunu verdik. Bunları da qoyduq bura. Və bu şəkildə mən istifadə edim. İndi bu istifadəyə baxın. Bu mənim üçün gələcək. Bu nəticələri verəcək. Və bu bizim üçün nəyin? Biz buna teorik olaraq default parametr dedik. Default parametr. Default parametr nə deməkdir? Mən buna öncədən funksiyanı təyin edəndə bir dəyər verirəm. Bunu istifadə eləmək üçün bu dəyərdən gəlib mən burada əgər hər hansı bir arqument vermişəmsə, məsələn buradakı kimi Əhmədova arqumentini vermişəmsə, o Əhmədova arqumentini götürür. Əgər heç nə verməmişəmsə, dəyər verməmişəmsə, o avtomatik Əhmədovu götürür.
Bu da funksiyaların istifadə edəndə mənim üçün daha rahat bir konsepsiya təmin edir ki, mən ondan götürüm istifadə edeyim. İndi və diqqət edirsinizsə, ümumən indidən və ya C# öyrənəndə həmişə belə fikirləşin ki, öyrənəndə, funksiyaları öyrənəndə və bunu real həyatdakı nümunələrlə müqayisə edin və həmişə ağlınızda bir şeyi yaddan çıxarmayın. Əgər proqramlaşdırma dillərini, konseptlərini rahat öyrənmək istəyirsinizsə, həmişə özünüzdə, məsələn, deyək ki, mən bu şəkildə bir funksiya yazmışamsa, bir iş icra edirəmsə, burada əksik nə ola bilər? Bu əksiyi aradan qaldırmaq üçün görəsən C# nə gətirir? Məsələn, bu bir əksikdir, deyək ki. İşi rahatlaşdırmaq üçün, məsələn, bu bizim işimizi asanlaşdırdı. Düzdürmü? Məsələn, parametr arqument məntiqi bizim işimizi biraz asanlaşdırdı. Default parametr mənim işimi asanlaşdırdı. İndi növbəti dərs üçün belə bir şey fikirləşin özünüzdə. Və bayaqları biz dedik ki, bir funksiyaya mən neçə dənə parametr daxil eləmişəmsə, bir o qədər də arqument daxil eləməliyəm. Okey? Amma gəlin indi belə bir konsept fikirləşək. Console log elədik. Deyirəm ki, 1, 2, 3, 4, 5, 7, 8 və mötərizəni qoyduk burada. Gəldik bu şəkildə mən bunu daxil elədim. Bir dəqiqə bundan eləyək. Mən məsələn istəyirəm ki, elə bir funksiya olsun ki, bəlkə mən heç ora daxil edəcəyim arqumentlərin sayını bilmirəm. Elə bir funksiya yazmaq. Məsələn, burada sabitdir, statikdir. 2 dənə dəyər daxil edirsən. Burada da 2 dənə dəyər daxil edirsən. Bəs mən dinamik şəkildə dəyər daxil eləmək istəyirəmsə, görəsən bunun üçün C# bir həll yolu varmı? Növbəti dərsdə bu mövzu haqqında danışacaq və bunun üzərində siz də bir araşdırma eləsəz yaxşı olar. Okey, bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşənə qədər.